Yanvarın 28'i Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 2-4, gündüz 5-9 dərəcə isti, atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Sabah Naxçıvan ərazisində də bir yağış yağacaq. Bəzi yerlərdə yağışın qarla əvəz olunacağı gözlənilir. Temperatur 0-5 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında yağıntı ehtimalı yoxdur, lakin axşam bəzi yerlərdə yağış yağacaq, qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntılar intensivləşəcək, duman olacaq, qərb küləyi dağətəyi və dağlıq rayonlarda güclənəcək. Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağətəyi və dağlıq rayonlarda gecə və səhər yollar buz bağlayacaq.